Buyur. Birinci bucağı 93 dərəcə, ikinci bucağın düz bucağın 1/3 hissəsi qədərdir. Üçüncü bucağı tapın. Nəyin? Üç bucağında. Mən üç bucaq çəkmişəm orada. Yazmamışam. Aha, sonra davam elə. Birinci bucağı 43 dərəcə, 43 değil, 93'tü. 93 dərəcə. Həyecanlanma ki kızım. İkinci bucağın düz bucağın 1/3 hissəsi. Yəni ikinci bucaq. Necə tapasan? Düz bucağın 1/3 hissəsi. Düz bucaq 90 dərəcə. 90 dərəcə 3-ə böləcək. Eləyəcək 30. 30 da 1-ə vuracaq, eləyəcək 30. Aha. Yəni 30. Yaz, həlsiz yaz. Aha. 30 dərəcə. Sonra indi üçüncü bucağı da sual qoy. Üçüncü bucağı. Sual qoy. İndi onun həllini istəyirəm. İndi biz 93 ilə 30'u toplayacağıq. 123. Və bizdə burada Üç bucağın daxili bucağı neçə dərəcə olur? üç bucağın daxili bucağı indi 180'i biz 20 çıxsaq. Bəli. Və qalır 57. Deməli üçüncü bucaq neçə oldu? 57. Kimə nə aydın deyil indi? Üç bucağın daxili bucaqları cəmi 180'dir. Düzdür? Birinci bucağı bizə verib 93. İkinci bucağı deyir ki düz bucağın 1/3 hissəsi. Düz bucaq neçədir? Biz bilirik ki 90'dır. Düzdür? 90'ın da 1/3 hissəsi. 90'ı bölürük 3'ə vururuq 1'ə. Tapdıq ki 30'dur. Üçüncünü tapmaq üçün nə etməliyik? İkisinin cəmindən 180 çıxırıq. Düzdür? Ya onu başqa cür necə yazardıq? Mərtəzəli. 180 çıx 93 üstə gələk 30. Yaz görüm o ifadəni. Əslində belə yazmalıydınız. Çünki yekəsiz, balaca deyilsiniz. 93 üstə gələk 30.